Salam hər bir kəsə. Bu gün biz deməli 3 sualımızın izahını verəcəm və suala izahına keçməmişdən əvvəl sizə xahişim odur ki, kanalımıza abunə olub like atasınız. Deməli, birinci sualımızda qeyd olunur ki, e, doğru fikirləri müəyyən edin. Yəni, Cənub yarımkürəsində quru sahəsi şimal yarımkürəsinə nisbətən daha çox sahə tutur. İlk öncə xatırlayaq. Deməli, bu bizim ekvator xəttimizdir və ekvatordan şimalda qalan ərazimizin böyük bir hissəsi sudur. Yəni, təxminən 60 e, 1% sudur. Cənub yarımkürəsinin isə 81% sudur. Lakin şimal yarımkürəsinin qurunun 39% təşkil edir. Cənub yarımkürəsində isə bu 19%dir. Yəni qeyd edirik ki, Cənub yarımkürəsinin quru sahəsi şimal yarımkürəsindən daha azdır. Amma burada daha çox dediyinə görə bu ifadə yanlışdır. Yəni bir olan variantı çıxacaq. Daha sonra Taymer yarımadasında qütb gecə gündüzləri müşahidə edildiyi və edilmədiyi ərazilər var. Ee, Qütb gecə gündüzün müşahidə edildiyi və edilmədiyi ərazi olması üçün gərək 66,5 dərəcə paralel yəni kəsib keçsin. Və Taymer yarımadasında belə hal müşahidə edilmədiyi üçün ona görə 2-nin çıxmaq məcburiyyətindəyik. Zaten cavabımız var, amma biz digərlərində izahını verək. Kuba adasında rast gəlinən iqlim tipinə Braziliya ərazisində rast gəlinir. Yəni bilirik ki, Kuba ərazisi tropik dəniz iqlimindədir. Braziliyanın da şərq hissəsi tropik dənizdədir. 3 olan ifadə doğrudur. 22 dekabr tarixində cənuba doğru gündüzün uzunluğu azalır. Bu yanlış ifadə olacaq. Çünki 22 dekabrda Günəş cənub yarımkürəsində zenitdə olur və gündüzün uzunluğu artmaq üzərindədir. Çünki Günəş harda zenitdə olacaqsa, yəni maksimal 22 dekabr tarixində 23:5 dərəcə cənub enliyində zenitdə olur və burada da gündüzlərin uzunluğu çox olacaq. Ona görə 4 az dediyi üçün yanlışdır. 5-ə baxırıq. Galapagos adası ekvator xətti kəssə də ekvator iqlim quşağında yerləşmir. Bu doğru ifadədir. Galapagos adası tropik kontinental iqlimdə yerləşir. Balakən inzibati rayonunda mis ehtiyatı mövcuddur. Bu da doğru bir ifadədir. Balakən rayon ərazisində var. Yəni xəritələrdə, sinif dərsliklərində verilən xəritələrə baxdıqda görmək olur. Dəmir filizinin yanında verilir. Ona görə sualımızın doğru cavabı A variantıdır. 2-yə baxaq. Müşahidə edilən atmosfer təzyiqinin azalan sırayla düzün. Təbii ki, bu bilirik ki, dağımızın ətəyində atmosfer təzyiqi zirvəsinə nisbətən daha yüksək olur və normal atmosfer təzyiqi 760 mm civə sütunudur. Bu formada qəbul olunur. İndi bizə deyir ki, azalan sırayla düzün, yəni yüksək təzyiqdən alçaq təzyiqə doğru düzəcək. Əgər yüksək təzyiq deyiriksə, bu zaman zirvəsi daha kiçik olanları, yəni mütləq hündürlüyü daha az olanları biz götürəcəyik. Bu zaman Qapıcıq zirvəsi götürürük ki, 3904 metrdir. Bura qeyd edək. Sonra Qazangöldağ 3824 kilometrdir. Heydər zirvəsi 3755 metrdir. Zəfər zirvəsi 4301 metr, Bazargül isə 4126 metrdir. Və aydın məsələdir ki, bunları biz mütləq hündürlüyü ən kiçikdən ən hündürə doğru düzəcəyik. Yəni 3, sonra 2, sonra 1, sonra 5 və 4. Deməli, sualımızın doğru cavabı A variantıdır. Keçək digər izahımıza. Bir dəqiqə. Deməli, A məntəqəsi uzunluğu 20088 kilometr olan paralel çevrəsi üzərində yerləşir. Yəni, A məntəqəsi 20088 kilometr olan bir paralel çevrəsi üzərində yerləşir. Bunu tapmaq lazımdır ki, hansı paraleldir? Bu zaman nə edirik? 20088-i böləcək 360 dərəcəyə. Bu da düşəcək
55,8 və 55,8 isə 60 dərəcə paraleldə deməli yerləşir. Biz ekvator xəttimizi çəkək. 60 dərəcə şimalda ola bilər, cənubda ola bilər. Daha sonra davam edirik. Və bura günəş şüalarının maksimum düşmə bucağı şimal yarımkürəsində maksimum gündüzləri müşahidə edildiyi tarixə uyğun gəlir. Ə, Deməli, 20,5-də maksimal olaraq günəş burada zenitdə ola bilər. Və maksimum gündüz də 22 iyunda qəbul ediləcək, düzdürmü? O zaman biz belə qənaətə gəlirik ki, bu cənub yarımkürəsi deyil, artıq şimal yarımkürəsidir. Və B məntəqəsi isə bu paraleldən 2220 kilometr cənubda yerləşir. Yəni A məntəqəsi burada yerləşirdi. B məntəqəsi isə bundan 20, yəni bunu da 111-ə böləndə düşəcək 20. Yəni 20 dərəcə biz aşağıya gəlib düşəndə 40 dərəcə şimal enliyinə gəlib çatmış oluruq. Bura biraz səliqəsiz alındı. Deməli nə edirik? 40 dərəcə gəldik çatdıq şimal enliyinə. İndi biz bu B məntəqəsi də təbii ki oldu. Yəni yerləşdi burada. İndi bu yəni B məntəqəsinin yerləşdiyi paralel çevrəsi üçün doğru fikri müəyyən edin. Yəni B məntəqəsinin xüsusi bir e, yerləşdiyi nöqtə yoxdur. Bizdən ümumi çevrənin çevrə üçün əlamətləri istəyir, düzgün əlamətləri. Bu zaman baxırıq ki, 24-cü saat qurşağı daxilində yerləşən ölkə ərazisindən keçir. Məsələn, bura İspaniyanı aid edə bilərik. Çünki 0 dərəcə Greenwich'imiz var və 7,5 dərəcə sağa, 7,5 dərəcə sola çəksək meridianlarımızı bilirik ki, bunlar kənar meridianlardır və bunlar arasında təbii ki deməli, məsələn, İspaniyanın ərazisini götürmək olar ki, yerləşir. Məsələn, Fransanın ərazisini bura götürmək olar. Yox, üzr istəyirəm, Fransa olmaz. Çünki 40 dərəcə yalnız belə deyək də, yəni 24 saat qurşağı daxilində həm 40 dərəcə paralel keçdiyi ərazi biz İspaniyanın ərazisini daha düzgün şəkildə deyə bilərik. Bu zaman bizim elə doğru variantımız A variantıdır. Digər variantlara da baxaq. Əks paralel Yeni Zelandiya ölkəsini kəsmir. Bu yanlış ifadədir. Çünki 40 dərəcə şimal enliyinin əks meridianı gəlir 40 dərəcə cənub enliyi olur və bu da Yeni Zelandiyadan keçir. Ona görə B variantı səhvdir. Əhali sayına görə birinci yerdə olan ölkənin paytaxtından keçir. Bəzən qarışdırılır bu. Əhali sayına görə birinci yerdə Hindistandır. Yəni Çin düşünə bilərlər ki, hə, 40 dərəcə şimal enliyindən keçir. Amma birinci yerdə Hindistandır və Hindistan da paytaxtın görmür bu. Ümumiyyətlə 40 dərəcə görmür heç Hindistanın ərazisini. Biz ona görə C variantında buradan çıxırıq. Sonra yerləşdiyi işıqlanma qurşağında bütün məntəqələrdə fəsillər aydın müşahidə olunur. Yerləşdiyi işıqlanma qurşağı mülayim işıqlanma qurşağıdır. Düzdür. Yəni mülayim işıqlanma qurşağında fəsillər aydın müşahidə edilir. Amma bütün məntəqələrində deyil. Çünki məsələn elə ərazisi var ki, məsələn dağlıq ərazilər var ki, məsələn 8000 metr hündürlükdə və ya nə bilim 5000, 6000 hündürlükdə olan zirvələr var. Bu həmin zirvələr burada fəsillər aydın müşahidə edilə bilməz. Dağları nəzərə alsaq, bu ifadə də bizim variantımız deyil. Keçdiyi ərazidə Paricerasında yaranan dağ rast gəlinmir. Məsələn, biz ABŞ-ın şərqində Apalas dağların deyə bilərik ki, Apalas dağlarında 40 dərəcə paralel xətti kəsir. Amma burada rast gəlinmir deyir. Bilir ki, Apalas dağlarda Paricerasında yaranıb. Rast gəlinmir dediyin üçün bu variantda biz çıxanda yerdə bizim A variantımız qalır. Sual izahımız bura qədər izlədiyiniz üçün təşəkkür edirəm.